son ildə qələbə qazanırıq. Yəni, həqiqətən qələbə qazanmaq çox gözəl bir şeydir. Yəni, komanda çox yaxşı bir vəziyyətdədir. Bu oyun bizim üçün daha önəmlidir. Çünki əgər bu oyun qalib gəlsə, 4-cü yerə qalxacağıq. Onlarla da komandada əhval-ruhiyyə və hər şey yaxşıdır. Məşqlər daha yaxşıdır, kollektiv daha yaxşıdır. İnşallah qələbə qazanarıq. Ən çox sevinirik ki, azarkeşlərin üzünü güldürürük. Yəni, onlar həmişə bizim pis gündə də, yaxşı günümüzdə də yanımızda oldular. Yəni, sağ olsunlar. İnşallah bu oyunda onlardan çox şey asılıdır. Yəni, onlar bizim üçün elə bir 12-ci nəfər kimi deyək də. Elə bir 12-ci nəfərdirlər onlar. Daha özə, yəni, onların dəstəyi çox önəmlidir bizim üçün. İnşallah Sumqayıt oyununda onları gözləyirik. Biz də onları sevindirək inşallah.